Bəli, Sputnik Azərbaycan redaksiyasının əməkdaşları binadan bu formada çıxarılırlar. Onlar xüsusi polis avtomobillərinə mindirilərək ərazidən aparılacaqlar, ərazi üzrə müvafiq bölməyə aparılacaqlar. Bir nəfərin çıxarıldığını gördük. Növbəti çıxanlar olacaq, böyük ehtimal. İndi onu gözləyirik. Daha bir avtomobil irəli gəldi. Kolon şəklində polis avtomobilləri düzülüb və Sputnik Azərbaycan redaksiyasının əməkdaşları bu formada binadan çıxarılaraq xüsusi avtomobillərə mindirilərək ərazidən aparılır.